Ya keçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Qəzza zolağında davam edən gərginlik fonunda Azərbaycan ordusunun bölgəyə sülh məramlı missiya göndərməsi xüsusi maraq doğurur. Maraqlıdır, Azərbaycan belə bir addımı Türkiyə və ya digər müsəlman ölkələri ilə birgə ata bilərmi? Mövzu ilə bağlı konkret az açıqlama verən ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov bildirib ki, Azərbaycan ordusunun bu sahədə kifayət qədər təcrübəsi var. Sülh məramlı kontingentimiz əvvəllər Əfqanistanda və Avropada xidmət aparıb. Həmin dövrdə Azərbaycan hərbçiləri Türkiyə ordusunun tərkibində fəaliyyət göstərib və bu onlara ciddi təcrübə qazandırıb. Hazırda da ordumuzun tərkibində daim təlimlərdə iştirak edən hazırlıq prosesindən keçən sülh məramlı qüvvələr mövcuddur. Bu, hər ölkənin ordusunda olan potensial deyil, lakin Azərbaycan belə bir qüvvəyə malikdir. Polkovnikin sözlərinə görə Azərbaycan sülh məramlıları həm Türkiyə, həm də digər müsəlman dövlətlərinin tərkibində bu missiyanı icra edə bilər. Güman edirəm ki, Azərbaycan istənilən dövlətin, o cümlədən Türkiyənin tərkibində bu vəzifəni yerinə yetirməyə qadirdir. Hətta Azərbaycan ordusu sərbəst şəkildə də Qəzzada və digər münaqişə zonalarında sülh məramlı missiyanı icra edə bilər. Bununla belə Rövşən Məhərrəmov vurğulayıb ki, sülh məramlı qüvvələrin hər hansı əraziyə yerləşdirilməsi dövlətlərin öz qərarı ilə həyata keçirilə bilməz. Belə missiyalar yalnız Birləşmiş Millətlər Təşkilatının BMT qərarı ilə reallaşır. Əgər BMT bu istiqamətdə qərar qəbul etsə, Azərbaycanın müzəffər ordusunun sülh məramlı qüvvələri Türkiyə və digər dövlətlərlə birgə bu missiyanı yerinə yetirəcək.